Və bugün sizinlə inşallah götürmək istədiyim mövzu Nasr surəsindən olan faydalardır. Şeyx Useymi, Hafizahullah, Nasr surəsindən 40 fayda çıxarıb. Təbii ki, Nasr surəsi 3 ayət. İzə cəə nəsr, Euzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl fəth və rəeytən nəsə yədxulunə fi dinillahi əfvacə fəsəbbih bihamdi rabbikə və istəğfirhu innəhu kənə təvvabə. 3 dənə ayə və bu ayədə deyərdim ki, 40 yox, minlərlə faydalar var. Və insanlar qiyamət gününə qədər elm qaldıqca bu faydalar çıxacaq ortaya. Və Allah Azə və Cəllə kimə açacaqsa o çıxaracaq. Və elə gecikdirmədən birinci fayda odur ki, yəni tərcüməsi odur ki, məalının tərcüməsi İzə cəə nəsrullah vəl fəth. Allahın yardımı, nasrı və fəth gəldikdə və rəeytən nəs yədxulunə fi dinillahi əfvacə. Və sən insanları görəndə ki, onlar yəni toplum Allahın dininə girirlər. Fəsəbbih bihamdi rabbik. Rəbbini həmd et, təsbih et. Və istəğfirhu, ondan istiğfar et. İnnəhu kənə təvvabə. Həqiqətən Allah təvvabdır, bağışlayandır. İndi bu məclisdə nə qədər çatdırarıq. Çatdırmayanda inşallah Allahın müvəffəqiyyəti ilə gələn məclislərdə götürərik. Və baxın, birinci fayda odur ki, Allah Azə və Cəllə Ənəllahi yansuru rusuləhu əvliyə. Quran-ı Kərimdə izə gəlirsə, bu bir mövzudur. Quran-ı Kərimdə izə harfi gəlirsə, bu bir mövzudur. Alimlər deyirlər ki, əgər Quranda izə hərfi gəlirsə, o mütləq baş verəcək və ya çox baş verən bir şeydir. Quran-ı Kərimdə izə gəlirsə, izə hərfi, o mütləq baş verəcək və ya çox baş verən bir şeydir. Amma in gəlirsə, in harfi, bunlar hamısı şərt mənasında deyilmi? Bu, ya az baş verir, ya da heç baş verə bilməz, mümkünsüzdür. Aydındır bu fayda. Bax, bu Allah Azə və Cəllə burada nə deyir? İzə cəə nəsrullah. Yəni, bu faydanı oradan götürüblər ki, mütləq Allahın peyğəmbərlərinə, mütləq Allahın övliyalarına, mütləq Allahın mömin qullarına yardım gələcək. Həmişə, ey mömin, qəlbini açıq et, rahat et. Allah haqqında yaxşı zəndə ol ki, mütləq sənə yardım gələcək. Mütləq Allahın dininə yardım gələcək. Və heç vaxt zənn etmə ki, Allahın dini yavaş-yavaş zəifləyəcək. Xeyr, mütləq yardım gələcək.